Bax, bura buzovna yoludur. Bu dağa bu yolla gedib gələnlər hamı görə bilər ki, burada əməlli başlı işlər gedir. Nə bilim, hazır işləyir, fanarları düzəldir. Yadınızdadır, bundan qabaqki videoda mən vurğulamışdım ki, bu yol ümumiyyətlə belə baxanda burada işıqlılıq azdır. Yadınızdadır. Bax, gördüyümüz kimi hazır işıq bu dəqiqə burada əməlli başlı işlər aparır. Nə bilim, yol çəkənlər yol düzəldir. Hamısı nəyə görə? Sən demə, bu yaxınlarda həmən burada hardasa bir avtobus parkının deyəsə açılışı olacaq və ora cənab prezident özü gələcək oranın açılışına. Bilirsiniz, mən istəyərdim ki, bizim bütün yollarımızda, bütün yerlərimizdə tək ancaq ona görə ki, cənab prezident gələcək, ona görə, yəni bu abadlıq işləri aparılmasın. Ümumiyyətlə, bu abadlıq işləri burada çoxdan aparılmalı idi. Bu yol bərbad bir vəziyyətdədir. Bu yollar qalsın bir qırağa. Vay içəriləri. Baxın, bir dənə bura keçən kimi artıq asfalt qutarır. Yəni bu Maşdağa cəmaatı, bu zona cəmaatı bundan əməlli başlı əziyyət çəkirlər. Çünki dövlət küllü miqdarda pullar ayırır ki, bu yollar düzəlsin. Amma halbuki bu yerli icra hakimiyyətlərinə, nə bilim haralara, bələdiyyələrə o pul ya gəlib çatmır, ya da çatanda o həmən o yerlərdən hansı istiqamətə sonra göndərir bu pullar. Bu çox böyük bir sual işarəsi altındadır. Yəni abadlıq işləri ümumiyyətlə hər zaman olsun. Hamımız bunu istəyirik. Cənab prezident də hər bir vətəndaşa, yəni ki, tövsiyə edib, hətta tələb edib ki, əgər belə bir hallar görürsünüzsə, bu barədə danışın, işıqlandırın, göstərin ki, burada əməlli başlı islahatlar aparılsın. Bu qədər bu zona yolundan qəlbdən qəlbə.